Ondan sonra görün nə buyurur? Buyurur ki, əgər şeytan sənə təlqin eləsə ki, sən kimdənsə üstünsən, o zaman səndən yaşlı adamdırsa, dinən ki, məndən çox yaxşılıq eləyib, yaşı çoxdur. Səndən cavan adamdırsa, dinən ki, məndən az günah eləyib. Görün, nə gözəl, rahat yaşamaqdır. Şeytan desə ki, sən filan kəsdən üstünsən, o adam səndən böyüdürsə, dinən ki, bu məndən çox yaxşı iş görüb. Əgər kiçikdirsə, dinən məndən az günah eləyib. Birdən görsən ki, doğrudan da elə günahlar eləyir ki, sən onu eləmirsən. Hə? Məsələn, deyək də, çox üzr istəyirəm də məzlum, içib uzanıb küçədə yatıb. Hə? Deyirsən, axı da, mən bundan, bu məndən nə üstün olacaq? Da, mən bunun elədiyini eləmirəm axı. Mən namaz qılıram, oruç tuturam. Deyilən ki, bunun eybi aşkardır, mənimki gizlidir. Xoş halına yenə eybi budur. Görə bəllidir ki, budur eybi. Mənimki ki, içimdə bəlkə gizlənib. Bəlkə mənim əbamın, qəbamın, saqqalımın, təsbihimin arxasında gizlənib. Mən daha təhlükəliyəm ki. Necə şeytan eybini səcdəsi arxasında gizlədirdi, bəlkə mən deyiləyəm. Bununki ki, aşkardır. Çox danışmışam, Şeyx Şüştərinin hadisəsini çox danışmışam. Hətta bəzi verilişlərdə də onu danışmışam. İnsanlara çox xoş gəlir ki, deyir ki, bir sərxoş məni nəsiyyət elədi. Şeyx Şüştəri həm arif idi, həm müctəhid. Deyir ki, bir sərxoş adam yolda qabağımı kəsdi, nəsiyyət elədi, deyir. Heç bir nəsiyyət mənə belə təsir göstərməmişdir. Deyir, mən ütülü əbada, qəbada, xutbə oxumuşam 10 gün məhərrəmdir, yəni 30 gün Ramazan aydı, bilməm nədir. İndi qayıdıram, yanımda dostlar, filanlar. Biri də deyir, divara dəyə-dəyə dayanıb, yanımdaşlar dedi ki, sən Allah, gəl yolumuzu dəyişək, bu ilə rastlaşmayaq. Dedim, yox, Allah bəndəsində keçək gedək. Keçib gedəndə deyir, belədir, şeyx bir dəqiqə, ayaq üstə dayana bilmir. Bir dəqiqə, mən də deyir, ruhani libasında. Dedi ki, bir sualım var sənə. Mənə görürsən, dedim, hə. Görürsən də nə gündəyəm, dedim, hə. Deyir, mən içim necədir vəziyyətimdə göz qabağındadır. Sənə bir sualım var ki, sən əbada, qəbada, təsbih ilə gedirsən. Sən də içinlə çölün eyni deyə yox. Deyir, mənə bəs elədi bu. 7 arxama bəs elədi, deyir. Hər dəfə yadıma düşəndə deyir, tükün biz olur ki, o düz deyirdi oradan da. O bəlkə də məndən xoşbəxtdir. Bəlkə də. Özü üçün deyir, ha. Bəlkə də xoşbəxtdir ki, eybi göz qabağındadır. Mən nələr içimdə gizlətmişəm, Allah bilir. Ondan sonra deyir ki, biri sənə hörmət eləyəndə, sevgi göstərəndə, onun yaxşılığına yaz. Deyirəm, nə qədər yaxşı adamdır ki, mənim kimsinə hörmət eləyir. Haqlı bilmə özü ki, eləməlidir də, yox. Deyirəm ki, onun yaxşılığıdır o. Biri deyir, sənə pislik eləyəndə, özvə yaz ki, elə mən pis adamam da mənə elə pislik eləyərlər. Birdən deyir, pislik